Neydi bu? Ali Cabbar. Niye tanıyırsınız? Ne əlaqəsi var sizlə? Niye onu yadınızda saxlamısınız? Neyini? Hekayəsini bilirsiniz siz onu. Siz onun hekayəsini bildiğiniz için sizin şuurunuzdadır. Hatta adam orada ağlamalı bir hekayədir, biz göbək atıb oynadıq ondan sonra. Ki hekayələrsə zihni itiləyən idraç oyunlarıdır. Susuzsuz, gəlirsiniz bir vitrinin qarşısına, baxırsınız, en qədər çeşit var. Misal, paltar ehtiyacınız var, geyim alacaqsınız, müraciət etdiyiniz applər və yaxud da fiziki mağazalar. Bununla bağlı digər bütün emosional istəkləriniz, tələbatlarınız hamısı o hekayəyə əsaslanır. Marketinq yaşadığı müddətcə, bizneslər var olduğu müddətcə öz qərarlarınızı özünüz verməyəcəksiniz.